Öncə özümü, sonra siz əzizlər ilahi təqvaya dəvət edirəm. Allahım hamımızı təqvalılardan qərar verir. İnşallah bugünkü mövzumuz dinimizdə abır-həya mövzusudur. Ümumiyyətlə, insanın abırlı, həyalı olması bütün sahələrdə tələb olunur insandan. İstər fərdi həyat olsun, istər ailə daxilində, istər ictimai, sosial yaşayış zamanı, iş yerində yaxud cəmiyyət içində. Xüsusən də abırlı, həyalı olmaq insandan dində tələb olunur. Dindəki abır-həya nədən ibarətdir? İnsanın gündəlik şəri vəzifələrinə düzgün riayət eləməsi. Allah insana nəyi vacib edibsə, nəyi haram edibsə, o vacibət və haramlara düzgün riayət eləməsi insanın dində abırlı, həyalı olmasına dəlalət edir. Ona görə bugünün maraqlandıran suallarını əgər biz düzgün şəkildə maraqlanıb öyrənəriksə, şəri vəzifələrimizə düzgün riayət eləyəriksə, elə dində həyalı, ismətli, iffətli, abırlı insanlardan olarıq.